Salam mənim gözəl bacılarım, qardaşlarım, gözəl gül balalar. Nə tərsiz? Yaxşı olun həmişə. Biz də banka salata hazırlayırıq. Banka salatını nətər hazırlayırıq? Pomidoru soydum. Balaca doğradım. İndi tökürəm qazana. Belə sıxıb tökürük ki, sonra suyunu aş süzəndə süzəcəyik. Pomidoru qabığını soyursan, pomidoru balaca doğrayırsan. Çünki bu banka salatıdır, qaşıq salatısı. Tökürsən balaca fincanlara, bankanı açanda. İçinə də çay qaşığı qoyursan, yeməyin yanına qoyursan. Suyunu süzürük ki, içindəki o toxumlar var ya, toxumlar getməsin. Ona görə, yoxsa sulu zatda tökərik. Ona görə süzürük ki, onun içindəki o toxumları getməsin. Yaxşı. Belə aş süzəndən süzürük ki, onun içindəki o toxumlar yoxdur. Ona görə süzürük. İçindəki bax toxuma görə süzürük ki, toxumları getməsin. Sonra biz bunu əkirik. Sonra içinə bax, bu qədər soğanı balaca doğrayırıq. Görürsünüz, balaca doğramışam. Soğan tökürük bunun içinə. Soğanı balaca doğradıq. Onun içinə biber doğramışıq. Şirin biberdi, içinə də 1-2 dənə acı biber doğramışıq. Hamısı acı olmaz. Şirin ilirsən, içinə də 1-2 dənə acı atırsan. İçinə bax, sarımsaq doğramışam, balaca. Görsən, hamısı balacadır. Petruşka, kərviz doğramışam. Görsən, balaca doğramışam. Petruşka ilə kərviz. Qarışdıracağım. İçinə 2 xörək qaşığı da, 2 dolu xörək qaşığı duz atıram. Duzuna baxacağım. Az olsa bir atacağım. İçinə 1 stikanda üzüm sirkəsi tökürəm. Qoyuram, ağzını örtüb qoyuram qazın üstündə qaynamağa. Bunu qarışdıracağım. Qoyacağım qazın üstünə qaynamağa. Elə qazın üstündə qaynayan kimi qarışdıracağım. Qaynayan kimi tökəcəm bankalara, ağzını bağlayacağım. Ağzı qoyub üstünü örtəcəm. Bankanı bir də qaynatmaq olmaz. Elə burada çox qaynatmaq lazım deyil. Elə qaynadı, gördün ki, elə qaynayır, qarışdır, yığ bankalara, ağzını ört. İçində hər şey var. Bu banka salatıdır. Çox qaynatmaq olmaz. Elə qaynayan kimi yığıb bankalara, ağzını örtürük. Sağ olun, sağlıqla qalın. Siz də bax belə hazırlayın, can sağlığından da yiyin. Amin inşallah.